Kvadrat tənliyin kökləri m və n-dir. Bu bərabərliyə əsasən k-nın qiymətini tapmaq tələb olunur. İlk öncə bu bərabərliyi vuruqlarına ayıraq. Ortaq vuruğu mötərizə xaricdən çıxardaq. Şərtə əsasən m üstəgəl n-in qiymətini təyin etmək olar. Əks işarə ilə ikinci əmsala bərabərdir. Bunun qiyməti oldu 8. Bu bərabərliyə əsasən 2m üstəgəl 3n-in qiymətini tapsaq, 152-ni 8-ə bölərik. Bunun qiyməti olacaq 19. İndi isə tənliklər sistemi şəklində yazıb həll eləyək. M üstəgəl n bərabərdir 8, 2m üstəgəl 3n bərabərdir 19. Yuxarıdakı tənliyin hər tərəfini 2-yə vuraq. 2m üstəgəl 2n bərabərdir 16, 2m üstəgəl 3n bərabərdir 19. Aşağıdakı tənlikdən yuxarıdakı tənliyi çıxsaq, bunlar islah olur. Yerdə qalır n bərabərdir 3. N 3-ə bərabərdirsə, m-in qiyməti olacaq 5. Kvadrat tənliyin köklərinin qiymətini tapdıq. Biz bilirik ki, 3-cü əmsal köklərin hasilinə bərabərdir. Yəni, k çıxılsın 5 bərabərdir 3 vurulsun 5. 15. K-nın qiyməti olur 20. Doğru cavab C variantı.